Salam, hər vaxtınız xeyir dostlar. Yeni videoda hamınızı xoş gördük. Bugünkü mövzumuz H2-9BY və S400 qarşılaşmasıdır. Bildiyiniz kimi, keçən il 8 noyabrda ölkəmizdə Vətən müharibəsində qələbəmizin 5 illik münasibəti ilə hərbi parad keçirildi. Bu paradda ordumuz bir sıra yeni silah sistemlərini, o cümlədən Çindən aldığı H2-9BY uzun mənzilli hava hücumundan müdafiə sistemini nümayiş etdirdi. Yadınızdadırsa, bu sistemin ordumuzda nümayişindən sonra Müsavat saytında H2-9BY-nin S400 ilə müqayisə olunduğu bir məqalə dərc olundu. Bunu oxuyanlar xatırlayar. Bu məqalədə çox ciddi səhvlərə yol verilib. Bu məqaləni oxuyanda H2-9BY S400-ün yanında çox zəif sistem kimi görünür. Elədimi? Baxaq. Deməli, Çinin H2-9 sistemi Rusiyanın S300, bəli, H2-9 S300-dən götürülmüş bir sistemdir. H2-9BY Çinin FD-2000 kimi tanınan H2-9 hava hücumundan müdafiə sisteminin ixrac versiyasıdır. Xeyr. FD-2000 H2-9 seriyasının B modelindən əvvəlki seriyanın xüsusi ixrac modelidir. H2-9BY isə H2-9 seriyasının ən son modeli, eyni zamanda ən uzun mənzilli modeli olan H2-9B-nin ixrac modelidir. Bu sistem, bəli, ballistik raketlər daxil hər cür hava hədəflərinə qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir. S400 sistemi eyni anda bir neçə hədəfi 400 kilometrə qədər məsafədək vura bilər. Bu effektiv məsafə deyil, sadəcə raketin mənzili maksimum ora qədərdir. Maksimal mənzili 400 kilometrə qədərdir. 1,25 milyard dolları. Burada söhbət neçə sistemdən gedir. Üstəlik də düzdür, həm S400-ün, həm H2-9 seriyasının qiymətini bilmirəm, amma bunun doğru olduğuna da inanmıram. Sürəti 14 mach. Bu da saniyədə 4800 metr sürət. Bu S400-ün hansısa raketinin sürəti yox, radarının izləyə bildiyi hədəfin sürətidir. Yəni sistemin radarı saniyədə 4800 metrə qədər uçan hava hədəflərini izləyə bilir. Bunu qarışdırırlar, raketin sürəti kimi yazırlar, amma burada çox səhvə yol verirlər. Bu raketin sürəti yox, radarın izləyə bildiyi hədəfin maksimal sürəti, yəni 4800 metr saniyə qədər izləyə bilir. Yoxsa bu A135 Amurdur, Nudoldur, nədir? Raketinin sürəti 14 mach olsun. 120-600 kilometr, bu 120 nə idi bilənmədim. 600 kilometr radarın mənzilidir. 600 kilometrə qədər S400-ün radarının görüş məsafəsi 600 kilometrə qədərdir. Bu 120 nə idi onu bilənmədim.
S-400 10 metrdən 30 kilometr hündürlüyədək hədəfləri vura bilir. Bəli, sistemin radarı eyni anda 300 hədəfi izlədi və onlardan 36-sını məhv eləyə bildiyi qeyd olunub. Amma bu 36 hədəfi tək bir radar yox, bir neçə divizyon birləşir, bir-birinə bağlanaraq, məsələn, 4 radar bir-birinə bağlanır, tuşlama radarı. 36 hədəf 4 radarın arasında bölüşdürülür, o şəkildə məhv edə bilir. S-400 bəli, digər Panzer, Tor onlarla da bağlana bilir. H-9 Rusiyanın S-300 həm də ABŞ-ın Patriot sistemlərinin bəzi elementlərindən, Patriotun hansı elementindən istifadə olunub? Deməli, S-400-ün mənzili 400 kilometrə qədər 40 N6E raketi ilə, H-9B-yə isə 200 ilə 300 kilometr arası olduğu qeyd olunub burada. Amma istehsalçı şirkətin verdiyi rəsmi məlumatda 260 kilometrə qədərdir. Ballistik raketlərə qarşı S-400-də 60 kilometrə qədərdir. H-9B-nin isə 30 kilometr olduğu qeyd olunub, amma bu H-9B-nin yox, FD-2000-in göstəricisidir. Düzdür, onun 27 kilometrdir. Burada 30 yazılıb. O qədər imkanı genişləndirilmiş H-9B-nin ballistik raketlərə qarşı mənzilinin FD-2000-lə eyni olması mümkünsüzdür. Vuruş hündürlüyü S-400-də 30 kilometr, H-9-un da 27-30 kilometrə qədər olduğu qeyd olunub. Bəzi mənbələrdə H-9B-nin vuruş hündürlüyünün 50 kilometrə qədər olduğu deyilir, amma bu rəsmi məlumat olmadığına görə əmin deyiləm. Eyni anda izlənən hədəf sayı S-400-də 300-ə qədər, H-9-da isə 100-ə qədər olduğu yazılıb. Eyni anda vurulan hədəflərin sayı isə S-400-də 36-ya qədər, H-9-da isə 6-8 olduğu yazılıb. Rəqəmə baxanda bu çox böyük göstəricidir. 6-8 hədəfə qarşı 36 hədəf. Amma bunu heç də bir S-400 divizyonu, bir tuşlama radarı nişana almır. S-400-ün bir tuşlama radarının nişan aldığı hədəf sayı 10-a qədərdir. H-9B-də isə 8-dir. Onu da qeyd edim ki, H-9B haqqında istehsalçı şirkət tərəfindən verilmiş rəsmi məlumat çox azdır. Deməli, bunlar sistemin vuruş mənzilidir. Onun mənzili 5 kilometrdən 260 kilometrə qədərdir. Sistemin eyni anda
vura bildiyi hədəf sayıdır. Sistemin radarı eyni anda 8 hədəfi nişan alır. Bunlardan hərəsinə 2 ədəd olmaqla 16 raket 8 hədəfə ümumilikdə 16 raket tuşlaya bilir. Və həmçinin sistemin vura bildiyi ballistik raketin maksimal mənzili qeyd olunub. H-9BY maksimal mənzili 1000 kilometrə qədər olan müxtəlif mənzilli ballistik raketləri vura bilir. H-9BY haqqında verilmiş rəsmi məlumat bu qədərdir. Həm burada qeyd olunan, həm başqa mənbələrdə qeyd olunan əlavə məlumatlar isə bəziləri yanlış, bəziləri isə seriyanın digər modelləri ilə qarışdırılır. Raketin sürəti S-400-də 14 Mach qeyd olunub, özü də 40 N6 raketi ilə. Halbuki bu raketin sürəti saniyədə 1190 metrdir. H-9-da isə təbii ki, burada söhbət düzdür, gah H-9 yazıblar, gah H-9B yazıblar. Qatıb qarışdırıblar. Zaten buradakı məlumatların bəziləri səhv, bəziləri isə FD-2000 H-9B-yə qarışdırılıb. Nə bilim, yəni qatıb qarışdırıblar. Yəni bizə nə FD-2000 lazımdır, nə başqa bir H-9, bizə lazım olan H-9BY-dir. Burada da qatıb qarışdırıblar. Deməli H-9-un sürəti 4,2 Mach qeyd olunub. Sistemin radar mənzili isə S-400-də 600 kilometrə qədər doğrudur. H-9-da isə cəmi 200 kilometrə qədər. Bunların dediyindən belə çıxır ki, H-9BY-nin raketinin mənzili radarının mənzilindən uzundur. Bu mümkünsüz bir şeydir. Nəticə olaraq qeyd edim ki, bayaq da qeyd etdiyim kimi H-9BY haqqında çox məlumat bilinmir. Burada qeyd olunanların bəziləri yanlış, bəziləri isə bu məqalədəki kimi seriyanın digər modellərinin parametrləri H-9BY-miş kimi göstərilir. Yəni modellər bir-birinə qarışdırılır. O modelin göstəricisi götürülür, bu modelinmiş kimi göstərilir. Nəticədə də ortaya bu cür biabırçı müqayisə olsun, eləcə də sistem haqqında yazılmış ayrıca məqalə olsun, biabırçı məlumat çıxır. Əslində isə H-9BY heç də zəif sistem deyil. Üstəlik də ki, bununla yanaşı məsələ tək texniki parametrlə həll olunmur. Sürəti bu qədərdirsə, mənzili bu qədərdirsə, manevri bu qədərdirsə və salam, hər şey tamamdır. Xeyr. Məsələnin texnoloji tərəfdə var. Məsələn, bir sistem texnoloji cəhətdən hansı səviyyədədir? Onun radarı olsun, raketi olsun, dəqiqliyi hansı səviyyədədir? Eləcə də elektron müdaxilə şəraitində nə qədər
effektiv mübarizə apara bilir. Elektron müdaxiləyə qarşı nə qədər dözümlüdür. Bu bir sistemdə çox böyük önəm daşıyır. Burada da texnoloji cəhətdən hansı üstündür? S400 yoxsa H9B-yi? Onu bilmirəm. İnşallah ki H9B-yi üstün olar. İnşallah yaxşı olar. Bu günlük bu qədər dostlar. Bura qədər izlədiyinizə görə hamınıza minnətdaram. Video xoşunuza gəldisə bəyənməyi, şərhlərdə öz fikirlərinizi də qeyd etməyi unutmayın. İnşallah növbəti videolarda görüşərik.